Olmayan yerdə yenə də o yaxşıdır. Bax, indi Xalidə xanım, biz deyək ki, bu günlərin serial, filmlərin çoxunda məişət mövzuları daha çox işıqlanır. Amma gəlin nəzərə alaq ki, bizim keçmiş filmlərimizdə məişət mövzuları elə dəqiqliyinə işlənir. Bax, elə xoşbəxtlik qayğıları, belə baxanda cehiz problemi var. Yəni, məişət problemidir. Yəni, insanlar buna görə, nətər deyim, qalıblar ki, necə eləyək, nətər eləyək və illər sonra, bu illərin, görün o filmdən nə qədər zaman keçib, bu illərin hadisə baş verdi. Cehiz söhbətinə görə bəy oğlan intihar elədi rayonların birində və mənim dərhal xoşbəxtlik qayğıları filmi yadıma düşdü ki, orada cehiz problemi qabarmışdı, deməli dövr dəyişib, 40 il zaman keçib, hələ də biz o cehiz problemlərinə ilişib qalmışıq və bilirsiniz də qız evi cehiz zəif vermişdi, bəyin anası şikayət elədiyinə görə nişan pozulmuşdu və oğlan intihar eləmişdi. Bu yaxınlarda baş verib bu. Və necə bu, demək, bu filmin gücünü görürsünüz, Həsən Seyidbəyli, onun ruhu şad olsun. O elə bir film çəkir. Allah rəhmət eləsin. Bax, bu günlərim aktual bir mövzunu qoyub bu. Çox. Mövzu aktualdır, bəli. Filmin finalını yadınızdadır da, o zənciri qırır, yəni qırılır o. Yəni, adət-ənənə çox yaxşıdır. Mən adət-ənənə tərəfdarıyam. Çünki o bizim milliliyimizin şəklidir. Xalq kimi bizim kim olduğumuzun şəklidir, adət-ənənələr. Amma onu ifrat formada yəni həyata keçirtmək, siz indi deyirsiniz, qızın cehizi yoxdur. Amma indi bir yataq otağı əvəzinə 3 yataq otağı verən var, 3 qonaq otağı. Bu tərəfi də var axı. Bu tərəfi də var. Ona görə də məncə maariflənməliyik. Maarifləndirməlidirlər ki bizi. Kim maarifləndirməlidir? Bizim evimizə qapımızı döyməmiş girən ekranımız, kino kanallarımız maarifləndirməlidir. Yəni, əsas nədir? Əsas sevgidir. O, deyir sizə ənənə, o güzgü məsələsi, şam məsələsi, onların hamısının tarixçəsi var. Elə belə deyil. Sadəcə onu biz korladıq, biz şeylədik. Yəni, əvvəl yadınızdadır toy vaxtı, lap məndən də qabaq, mən də ta qədimdən gəlmişəm. Məndən də qabaq, hamı yığılıb bir şey gətirirdi ki, evini düzəltsin. Bir o küncünü düzəltsin. Yorğan gətirən, döşək gətirən kim, bir samavar gətirən, qav gətirən kim, süpürgə gətirən kim. Yəni, onunla da ailə qurulurdu. Və ailə də möhkəm idi. Demək, o deyil. Samavar dedi, Xalidə xanım yadıma düşdü Tütək səsi filmi. Öz cehizlik samavarını Xalidə xanımın qəhrəmanı Milli aparır verir ki. Elə sevirəm onu. Necə cəsarətli, o qızın cəsarəti orada daha çox bilinir. Təşəbbüs. Çünki özünə ayrı olan bir şeyi aparıb verməsi və anası da götürüb qoyur yerə. Deyirsən, cehizindir. O deyir, cehizim özüməm. Bu da atamın adresi. Milli Muradova. Naqd pulum yoxdur. Samavar. Ay Şura, nə ilişibsən orada? Tar görək. Ay Şura, bu samavar onun cehizi idi. Cehizim özümə. Gedək. Süsən Məcidova idi o aktrisa, sizin ananızı oynayan. Susanla Məcidova. Süsən Məcidova kimi bilir. O da bütün filmlərimizdə çox gözəl obrazlar yaradır. Bəli. Mənə də o... Gənc tamaşaçılar teatrının aktrisası idi. Bəli. Eldar Quliyevin Bir Cənub şəhərində, orada Həsən Məmmədovun anası rolunda, orada mentalitet məsələləri var, deyir, yəni o qız bu qapıya gələ bilməz gəlin kimi. Mən deyir, dözə bilmərəm, oradan o, bəzən elə analar da çəpər çəkir. Xalidə xanım, düzə mental dəyərlərə əməl edir, mən başa düşürəm o, deyir, o qız subay olan evinə dadandısa, deməli artıq ondan əlini üzməlisən. Haqlı məqamlar var, amma bunun da ürəyinə o qız girmişdi və o sözdən sonra o görürsünüz, o qaldı belə ki... Zaman çox dəyişib. İndi ümumiyyətlə həyata, məsəl üçün, Mendeleyev cədvəli kimi cədvəl yazmaq olmur. Bəli. Nə qədər adam varsa, nə qədər insan yaşayırsa, o qədər qayda var, o qədər hadisə var. Yəni, bir hadisənin ucundan tutub, onu ümumiləşdirmək də düzgün deyil ki, bax, belədir, bugün belədir. Xeyr, bugün çox fərqlidir. Bugün, hətta artıq gənclər bir-biri ilə yaxınlaşır, tanış olur.
müəyyən vaxtda bir yerdə olurlar, keçir 2 ay, 3 ay, 1 il, 2 il, sonra evlənirlər. Yəni bir-birlərini yaxşı tanıyandan sonra mən demirəm o yaxşıdır. Yəni hər variantı var da. Necə təbiətin neçə rəngi var? Müxtəlif rənglər. İnsan ömrünün də o qədər rəngi var da. Əslində mən Xalidə xanım bunu dəstəkləyirəm mən. Məsəl üçün tutaq ki biz sosial şəbəkədə hamının fikirlərini oxuya bilirik. Məsəl üçün bir xanım öz fikrini yaza bilər və o fikri əsasən onun xarakterini müəyyən edə bilərsən. Deyə bilərsən ki, bu mənim ruhuma yaxın xanımdır. Məsələn, qədim zamanda çətin idi. Deyək ki, kiməsə yaxınlaşmaq problemi var idi, ya kimsə calaşdırılmalı idi. İndi seçim sənin öz əlindəsən. Görürsən ki, bu xanım deyək ki, hansısa bir tamaşa yeyib baxıb. Təəssürat deyirsən, ayla bu mənim necə ruhuma yaxındır. Yəni seçim var. Mən əslində orada əgər anlaşa bilirlərsə, mən bilirəm ki, o uzun ömürlü ola bilər. Düzdür, indi çətindir nikahların uzun ömürlü olması çox çətin prosesdir. Köhnə ailələr daha çox möhkəm olur və biz bir nümunə çəkdik və doğrudan da belə deyək, qəbzi, məhəbbətin qəbzi, ilk sevginin, o ailə təməlinin qəbzləri mən hesab edirəm. Burada görün nə qədər məktublar var. Məsələn, bu məktublar hamısı Xalidə xanımla Eldəniz müəllimin deməli mənim yazdığım məktublardır. Yazışmaları ki var. Hər gün. Hər gün, yəni o dövrdə təbii ki. Orada hətta bir məktub var, yazıram ki, bu gün sənə 3 dənə məktub yazmışam. Amma bir dənə cavab almışdınız. Cavablar gəlirdi də, gəlirdi. Ləngiyəndə yəqin ki, narahatlıq olurdu. İndi o dövrdə biraz çatdırma